Həzrət Ömər İbn Xəttab radiyallahu anh Qureyş qəbiləsinin Bəni Ədi qolundan idi. Cahiliyyə dövründə güclü iradəsi, sərt xarakteri və sözünün kəsəri ilə seçilirdi. Oxuyub yazmağı bilən az saylı Məkkəlilərdən idi və bu xüsusiyyət onun liderlik ruhunu daha da gücləndirirdi. İslamın ilk illərində Həzrət Ömər radiyallahu anh müsəlmanlara qarşı ən sərt davrananlardan biri idi. O, bu yeni dini Məkkəli nizamını pozan bir təhlükə kimi görür, Peyğəmbərimiz Həzrət Muhammed sallallahu aleyhi və səlləmə qarşı dərin bir qəzəb daşıyırdı. Hətta bir gün qılıncını belinə taxaraq Rəsulullahı öldürmək niyyəti ilə yola çıxdı. Lakin Allahın təqdiri başqa idi. Yolda ona bacısının və yeznəsinin müsəlman olduğu xəbər verildi. Qəzəblə onların evinə daxil oldu. Orada oxunan Qurani Kərim ayələri Taha surəsinin başlanğıcı onun qəlbində illərlə qırılmayan sərtliyi sarsıtdı. Ayələri oxuduqca sanki qəlbinin üzərindəki pərdələr qalxdı. O an Həzrət Ömər radiyallahu anh anladı ki, bu söz insan sözü deyil. Elə həmin gün Darül Ərqama gedərək Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin huzurunda İslamı qəbul etdi. Həzrət Ömər radiyallahu anhın müsəlman olması İslam tarixinə dönüş nöqtəsi oldu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onun haqqında belə buyurmuşdu. Allahım, İslamı Ömər İbn Xəttab ilə qüvvətləndir. Onun imanından sonra müsəlmanlar ilk dəfə Kəbədə açıq şəkildə namaz qıldılar. Haqq artıq gizlənmirdi. O, Mədinəyə hicrətdən sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ən yaxın səhabələrindən biri oldu. Bədir, Uhud, Xəndək və digər bütün döyüşlərdə Rasulullah sallallahu aleyhi və səlləm yanındaydı. Lakin Həzrət Ömərin böyüklüyü təkcə döyüş meydanlarında deyil, haqqı ayırt etmə bacarığındaydı. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onun haqqında buyurmuşdu. Həqiqətən, haqq Ömərin dili və qəlbi ilə danışar. Rəsulullahın vəfatından sonra Həzrət Əbubəkrin ən böyük dayağı oldu. Daha sonra isə ikinci Raşidi xəlifə olaraq ümmətin rəhbərliyini üzərinə götürdü. Onun xilafəti dövründə İslam dövləti genişləndi. Lakin bu genişlənmə zülmlə deyil, ədalətlə müşayiət olundu. Həzrət Ömər gecələr gizlincə Mədinə küçələrini gəzər, xalqın halını soruşardı. Aclıq çəkən bir uşaq gördükdə öz çiynində un kisəsi daşıyar, xəlifədir deyənləri isə belə cavab verərdi. Qiyamət günü bu yükü mən daşıyacağam. O, öz oğlunu belə qanun qarşısında başqalarından üstün tutmadı. Ədalət onun üçün qohumluqdan, gücdən və hakimiyyətdən üstün idi. Hicri 23-cü ildə sübh namaz zamanı şəhid edildi. Qan içində belə ümmətin halını soruşur, namazın qılıb-qılınmadığını düşünürdü. O, qorxulan bir adam ikən, zülm üçün qorxulan, məzlum üçün sığınılan bir rəhbərə çevrildi. Onun həyatı bizə öyrədir ki, iman insanı dəyişdirər, lakin ədalət onu ucaldar və haqq üçün yaşayanlar haqq üçün şəhid olarlar.